neçə gündə ölkə ərazisində davam edən qarlı, şaxtalı hava şəraiti kənd təsərrüfatına təsirsiz ötüşməyib. Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, hava taxılçılıq və tərəvətçiliyə ziyan vurmayıb. Amma şimal və qərb zonasında ərik, şaftalı, gavalı kimi tez çiçəkləyən çərdəkli meyvələrə ziyan dəyib. Alma, armud ağacları isə hələ çiçək açmadığından onlarda fəsad yoxdur. Amma istənilən halda fermerlər öz məhsullarının bir qismini itiriblər. Sahəni də vurubdur, taxıldır, soğandır, yoncadır, hamısını yatırdıq yerə. Əgər bu insanların sığortası olsaydı, indi onların narahatlığına əsas olmazdı. Amma fermerlərin əksəriyyəti sığortanın bu növü haqda məlumatsızdır. Elə sığorta şirkətlərinin çoxu da kənd təsərrüfatına maraq göstərmir. Bunu isə yüksək risklə bağlayırlar. Azərbaycanda dotasiya verilən kənd təsərrüfatı sahələrinin sığortasının 50%-ni dövlət boynuna götürüb. Amma bu nə sığorta şirkətlərinin riskini bölüşməyə, nə də fermerin ziyanını tam ödəməyə yetmir. Buna görə bizdə də Türkiyədə olduğu kimi dövlətin dəstəyi vacib sayılır. Qardaş ölkədə bunu Tarsim deyilən qurum həll edib. Aqrar sahə ilə məşğul olan bütün sığorta şirkətləri bu quruma daxil olub. Sığorta şirkəti müştərini sığortaladıqdan sonra Tarsimə, o riski Tarsimə devr eləyir və bunun qarşılığında bir komisyon alır. Bütün ödənişlər Tarsim tərəfindən həyata keçirilir. Tarsim öz kənd təsərrüfatı, Türkiyənin kənd təsərrüfatı riskini təkrar sığortalayır başqa ölkələrdə. Ancaq bu risk ehtimalı 200%-ə yaxın olduğu halda dövlət artıq subsidiya edir bu sahəni. Bir növ birliyi xatırladan bu təşkilata həm sığorta haqları, həm də dövlətin ayırdığı subsidiyalar toplanır. Sahibkarlar da sığorta ödənişini buradan alır. Prinsip odur ki, təbii amillərin yaxşı olduğu illərdə vəsait bura toplanır, təbii fəlakətlər olan illərdə isə xərclənir. Vəsait çatışmadıqda isə dövlət büdcəsindən bu quruma borc şəklində pul ayrılması da nəzərdə tutulur. Bu ideyanı Azərbaycan hökuməti də dəstəkləyir. Hələ ötən ildən bu modelin tətbiqi ilə bağlı işlərə başlandığı bildirilsə də, reallıqda heç bir addım atılmayıb. Bu proses uzandıqca isə fermerlərə zərər dəyməkdə davam edir. Bu hesab